Bugünkü xəstəmiz 1992-ci il təvəllüdlü pasiyentimiz, qadın xəstədir. Öd kisəsinin polipozu diaqnozu ilə laparoskopik xolestektomiya əməliyyatı icra elədik. Adətən öd kisəsinin polipozu olan xəstələri biz bir neçə dəfə ultrason müayinəsindən keçirib və dinamik müşahidə altında saxlayırıq. Səbəb isə odur ki, bəzən ultrason müayinələrində öd kisəsinin divarına bitişmiş xolesterin dənəciklərini öd kisəsinin polipi kimi dəyərləndirilir. Həm o baxımdan, həm də polipin ölçüsünün böyüməsi və sayının çoxalmasını nəzərə alaraq 3-6 aydan bir xəstəni təkrar ultrason müayinəsinə göndəririk və əgər polipin ölçüsü artırsa, sayı artırsa, xəstəyə əməliyyatın artıq göstərişini qərarlaşdırıb xolestektomiya əməliyyatı təklif edirik. Bugünkü xəstəmiz də bax o xəstələrimizdən biri və əməliyyatımız 12 dəqiqə müddətində yekunlaşdı. HCC Clinical Hospital, sağlamlığınızı bizə etibar edin.